Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir. Bunu Xəzər Xəbərə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, dövlət başçısının ötən ilin dekabrında imzaladığı sərəncama əsasən müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirilməsini dövlət başçısına təqdim etməli idi. Bu o deməkdir ki, martın ikinci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir. Ötən ilin büdcəsində biz gördük ki, sosial təqaüdlərə, müavinətlərə dövlətin bir həssas yanaşması var və bizim ilk dəfə təhsilə ayrılan büdcəmiz 5 milyarda yaxındır. Yəni bu əvvəlki illərlə müqayisədə dəfələrlə artıq bir büdcədir və bu büdcədə də müəllimlərin maaşının artırılması nəzərdə tutulubdur. Eyni zamanda da bura tələbələrin təqaüdləri məsələsi də daxildir. Artımın nə qədər olacağına gəlincə isə millət vəkili bildirib ki, bu Nazirlər Kabinetinin təkliflərindən sonra bəlli olacaq. İndi biz ümumi baxanda həmişə deyirik ki, Azərbaycan dövləti, yəni büdcə siyasətində sosial məsələlərə olduqca həssas yanaşır. Yəni söhbət bu təqaüdlərin, maaşların, pensiyaların artırılmasından gedir və bu proseslər mərhələli şəkildə həyata keçirilməlidir. Və ümumi vəziyyət nəzərə alınaraq, yəni söhbət qiymət artımıdır bir sıra sahələrdə və eyni zamanda tələbələr, təhsil hər zaman dövlətimizin və cənab prezidentin diqqətində olan bir məsələ olubdur. Yəni biz davamlı olaraq bu sahədə də müxtəlif tədbirlərin həyata keçirildiyini görürük və hazırda dövlət qurumları bu məsələyə də baxırlar. Yəqin ki, növbəti aylarda da təqaüdlərin, yəni tələbələrə verilən təqaüdlərin artırılmasına baxılacaq. Hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3% təqaüd alır. Tələbə təqaüdləri sonuncu dəfə 2023-cü il yanvarın 1-də artırılıb. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər Xəbər.